Sxemdə horizontallarla təsvir edilmiş relyef forması üçün səciyyəvi olmayan əlamət soruşur. 1. Kəsmə yüksəkliyi 40 metrdir. Gəlin baxaq. Deməli, kəsmə yüksəkliyi 40 metr olduğunu 60, deməli, kəsmə yüksəkliyi bərabərdir. Nisbi hündürlük bölünsün pillə sayı. Gəlin baxaq. Deməli, nisbi hündürlük 1.60, 1.20 bölünsün 2 dənə. 1-2 pillə bərabərdir. Deməli, 60-20, 40 bölünsün 2 bərabərdir 20 metr. Deməli, kəsmə yüksəklik 40 deyil, 20 metrdir. Səciyyəvi olmayan. Bir doğru deyil. Bir variant üçün götürəcək. Bir olmayan variantlar getdi. Kəsmə yüksəkliyi 20 metrdir. Kəsmə yüksəkliyi 20 metr. Təpədir. B eşitdirik çölədir. Fikir versəz görərsiniz. Çölədir. Uç istiqaməti M istiqamətini göstərir. Həm də səth suların axma istiqamətini göstərir. Bu çölə olduğu üçün təpədir. Bu doğrudur. Amma bu səhvləri soruşur. 2 də getdi. Ən az meyillik cənub-qərbdir. Gəlin baxaq. Cənub-qərb. Burada cənub-qərbə baxırıq ki, horizontallar sıxdır. Deməli, ən az yox, ən çox meyillik buradadır. Bu da səhvdir. 1-3 doğrudur. Deməli, bu da getdi. Qaldı A-la D. K nöqtəsi M nöqtəsinin yüksəkdir. K nöqtəsi o təpə olduğu üçün aşağıda M nöqtəsi isə M nöqtəsi 1-ci horizontalda yerləşir. K nöqtəsi 3-cü horizontalda yerləşir. M 1-də, K 3-də. Və bu təpə olduğu üçün K M-dən yuxarı horizontalda olduğu üçün deməli, K nöqtəsi M nöqtəsindən həqiqətən yüksəkdir. Doğrudur. Bu variant da getdi. Səth sular mərkəzdən kənara doğru. Bəli, səth sular mərkəzdən kənara, çünki horizontalın uc istiqaməti haradırsa, səth sular da o istiqamətə axır, kənardan mərkəzə. 5-də getdi. Yəni doğrudur. K nöqtəsi M nöqtəsində alçaqdır. Yox, K 3-də M necə alçaq ola bilər? Hündürdədir. 1, 3, 6 D variantı. Sxemə əsasən K ilə məntəqə arasında hündürlük fərqinin 400 metr olduğunu bilərək kəsmə yüksəkliyi tapın. Deməli, K məntəqəsi, gəlin baxaq, dənizdir. 1-ci horizontal, gör neçənci horizontalda yerləşir. 1, 2, 3, 4, 5-də. K bərabərdir 5-ci horizontalda yerləşir. L məntəqəsinə baxaq. 1, 2, 3, 4, 5, 6-cı horizontal. L bərabərdir 6-cı horizontalda yerləşir. Hündürlük fərqi 400 metrdir. Yəni, L çıxılsın K bərabər 600 metr. Bunlar arasında horizontal qoysaq. 6 horizontal çıxılsın 5 horizontal. 5-ci horizontal 600. Bu da bərabərdir. Deməli, bunlar arasında daha doğrusu 400 metr. 400 metr. Deməli, bir horizontal bərabərdir 400 metr. Və bunlar arasında hündürlük fərqi 400 metrdir. Kəsmə yüksəkliyi tapın. Elə bunlar biri 5-də, biri 6-da yerləşdiyi üçün. Yəni, bunlar arasında bir horizontal fərq olduğu üçün elə kəsmə yüksəklikdə bərabərdir 400 metrə. Kəsmə yüksəkliyi nəyə bərabər? Kəsmə yüksəkliyi bərabərdir nisbi hündürlük bölünsün pillə sayı. Pillə sayı. Yəni, pillə sayı. Nisbi hündürlükdə nə qədər bunlar arasında? 400 metr. Bir də yerləşir 6, 5. Pillə sayı da 1. Deməli, 400 metr olacaq. Elə bizim kəsmə yüksəkliyimiz 400 metr. C variantı. Kəsmə yüksəkliyi 25 metr olan sxemdə L, K arasında meyillik 100 metr kilometrdir. Bu nöqtələr arasındakı məsafəni tapın. Meyillik bərabərdir. Deməli, meyillilik bərabərdir. Meyillik bərabərdir. Düşmə də deyilir və yaxud nisbi hündürlük yazaq. Nisbi hündürlük
bölünsün uzunluq. İndi burada kəsmə yüksəkliyi verilib. Verilənləri yazaq. Bərabərdir 25 metr. Nisbi hündürlüyü tapaq. Deməli, meyillik verilib. Meyillik də verilib. 10 metr bölünsün kilometr. Deməli, bizim nisbi hündürlük, kəsmə yüksəkliyi, meyilliyimiz verilib. Nisbi hündürlük, uzunluq, nəyi soruşur? Məsafəni, uzunluğu soruşur. Bunu soruşur. Nisbi hündürlüyü tapa bilərik buradan. K el məntəqəsi nisbi hündürlüyün arasındakı fərqi tapaq. Deməli, 1 pillə, 2 pillə, 3 pillə, 4 pillə, 5 pillə, 6 pillə. Bir də say. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6-cı. K deməli 6 pillə məsafə var. Bizim kəsmə yüksəkliyimiz də bərabərdir 25 metr. Deməli 6 pillədirsə, biz el ilə K arasındakı hündürlük fərqi, nisbi hündürlük bərabərdir 6 vurulsun 25. 6 vurulsun 25. O da nisbi hündürlük bərabərdir 350 metr. Deməli, bunlar arasında hündürlük fərqi nisbi hündürlük oldu 150 metr. Tapdıq. Deməli, nisbi hündürlüyü tapdıq. Nisbi hündürlük bərabər 150. Gəlin yerinə qoyaq. Tənasübümüzdə, düsturumuzda. Meyillik 10 bərabərdir. Nisbi hündürlük 150. Deməli, 150. 100'dür, 10 yox. 100. Meyillik 100 metr bölünsün kilometr. 150 bölünsün uzunluq. Uzunluq metrdir. Metr bölünsün kilometr. Uzunluq da bərabərdir. Bərabər 150 bölünsün 100. Bərabərdir 1,5 kilometr. Cavab D variantı. Məsələlərində ardıcıllıq qorumaq vacibdir. Sonra A, B məntəqələri üzrə hündürlüyün dəyişməsini düzgün göstərən qrafiki müəyyən edin. Biz bura baxsaq, diqqətlə baxsaq, 100 artı 500, 600, 700 deməli kəsmə yüksəklik 100 metrdir. İndi A məntəqəsinə baxaq. A məntəqəsi təxmini olaraq biz yuxarıdan baxsaq 900 və 800 biraz da aşağı, 800-dən də aşağı düşür. Deməli, A məntəqəsi 800 ilə 700 arasındadır. 800 ilə 700 arasındadır. Deməli, C variantı uyğun gəlir. Digərlərinə baxaq. Gəlir ən yüksək 1000, 1100. Deməli, 1100-ə kimi qalxır. Sonra, İşdən uzanıb 1, 2, ikinci təpə. 1, 100, 110, daha doğrusu 1000, 1100, 1200, 1300, 1400-ə kimi qalxır. C variantına baxaq. Bəli, 1400-dən biraz yuxarı. Sonra 900, 1000, 1100, 1200, 1300-dən biraz yuxarı qalxır. Bəli, 1300-dən biraz yuxarı qalxır. Sonrası yenə düşür. Deməli, cavab C variantı.